Cənab Prezident, mənim müraciətim sizədir. Vallahi mən tez-tez utanıram deyim, şəhid atasıyam ki, deyərsə ondan istifadə edir, Quran haqqı istifadə eləmirəm, and olsun Allaha. Adil Əliyev bizdə olub, qapını açıb, önümüzdən promo həyətə düşür. Bax, Adil Əliyev satıb bunu. Görsən, mala da vurub, şikatur da vurub, təzəyici satıb, dəniz qırağıb, bax. Görsən, ancaq sən Adil Əliyev, mən ölsən sonra nəkizəydim. Mənim gəldim, daşları yığmışdım bir-birinin üstünə, təpiyi vurdun, tutdun, tökdün yerə. Hələ utanmırsan, prezident sənə töhmət verəndə, durdun gəldin bizə ki, şəhidin atası, prezident mənə töhmət verib. Adil Əliyev, məni vermədin orada soğan yerləşməyə, bax, özün görürsən, parça-parça, hövsamda yer qoymamsan. Balaşın əlindən torpağını aldın, zor-zorlama ilə, qol gücü ilə, kişinin torpağı idi, aldın, satdın onu. Vermişsən indi Naxçıvanlılar, kətçilər, bax, böyük obyekt tikib 400 min də pul almış ondan. Bax, bu da sənin əməlin. Mən soğan əkirəm, ancaq sən bunu aparsan balalava yedizdirirsən, şoğlu. Sənin oğlun 911 Porsche sürür. Ancaq mən şəhid atasıyam, mən oğlumu vermişəm. Mənim bir dənə soğan yerin sən çox gördün Adil Əliyev, əyib olsun sənin üçün. Mənim biraz ağrılarım var, paylaşım eləmişəm. Xarici bloger, şərəfsiz, əlimdəki piyan olmuşam. Mən içki içədim, mən cənab nazir edildim ki, qabılımdır. Mən içki içən adamam. Mənim oğlumdan sonra ancaq içirəm. Bilməmişəm, əlimdəki, mənim o telefondan da başım çıxmır elə. Poza da bilmədim sonra onu. Bu şərəfsiz xaricdə olanı paylaşdı. Mənim Adil Əliyevlə bir şəxsi qərəzliyim zadım yoxdur. O şimdi bir balaca nəsə anlaşılmamazlıq oldu. Mən onu paylaşmayacaqdım. O şimdi daha bilmirəm necə olub o paylaşıb orada. Mən anlamıram bu telefondan mənim başım çıxmır. Bilməm ki bu necə şeydir. Mən bunu işlədməyəcəm daha bundan sonra. Özüm operasiyadan çıxmışam, narkozdan çıxmışam. Həsəb adamam, bunu hamısı da bilir, bütün ölsəm bilir. Bir də ki, Allah lənət eləsin o xaricdəki blogerlər, onun Allah başına daş salsın. Şərəfsizin biridir. Torpağın yerisi də gəldi çıxdı, bu da sənədlər. Bu Adil Əliyevin də ölmüş heç. Mənə prosto fitvanı verdilər ki, bu Adil Əliyev satıb buranı, məndən neyin yiyib, bilmirəm dahi. Vallahi, Allah bəla versin bunlara. Yəni mən narkozdan çıxmışam, içki içən adamam, özüm də operasiyadan çıxmışam. Torpağın yerisi də gəldi çıxdı da, bunun adında daxili yoxdur, bu torpaq mənimdir, sənədləri getirib gəlib. O üçün burada bir anlaşılmamazlıq oldu. Allah mərdim azara lənət eləsin. Bir də o xaricdəki bloger, Allah bəla versin onu, da söyə bilmirəm. İndi ayıqam, biraz onu görə söyə bilmirəm. Yəni olsaydı, mən o saxlamışdım, neyi var idi, getmişdi, şimdi alacam. Üzürü bilsinlər, nəsə oldu, indi məndə sərf olub, mən alıram boynuma. Çünki mənə dedilər, düz demədilər. Allah bəla versin, hamısının bəlasını versin ki, məndən istifadə edilər. Başımı itirirəm mərdən bezim. Adil mənim pis adam olmayıb. Prosto ki, Allah bəla versin, yerdə mərdim azara. Mən heç demirəm daha. Mən ancaq bunu deyirəm daha. Mənim Adil'lə şəxsi qərəzliyim yox. Adil mənim önümdə də olub, sonra bilir mənim vəziyyətimi də. O mənə hörmət eləyir. Allah mərdim azar lənət etsin, mənim piyanlığımdan istifadə edirlər. Bir də buradan o paylaşan saytlar var ha. Xahiş edirəm onlardan onu silsinlər. Mən olanı həmişə, onlar öz mənfəət deyəsin gündürlər. Mən bilirəm də, mənim önümə blogerlər gəlib, deyib belə, gediblər, Adil mənim oradan pul alıb çıxıb gediblər. Xahiş edirəm o blogerlərdən ki, o mənim çəkilişimi silsinlər, mənim icazəm olmadan. Onlar çox sərfi yol veriblər, o paylaşıblar. Soluna hayır, olanı mən məhkəmədə görüşəm. Mənim cənab prezident, cənab nazir, getəcəm, onun qabında deyəcəm, piyanlığımdan istifadə edilər, bulasında düşür. Adil mənim gəldi, mənim oğlumu da yola saldı, necə lazımdır. Vallahi gəldirəm, mənim ondan açılım yoxdur, prosto Allah mərdim azar lənət eləsin. Mənim gəldirəm, Adildən mənim açılım yoxdur. Prosto arada oynayan o şeytanlar var, Allah bəlasını versin. Mən də vuran adamam, istifadə edilər ondan, bunları lənət olsun, nəsə. Allah hamısının köməyi olsun.